Hər birinizi salamlayıram əziz abituriyentlər. Sizinlə birlikdə Challenge 3-ə başlayırıq. Əvvəlcə qeyd edim ki, mütləq və mütləq kanalımıza abunə olursunuz, bildirişləri açırsınız və şərh bölməsində sancaqladığım kanaldan, WhatsApp kanalından bu indi izah edəcəyim sınağı işləyirsiniz. Sonra isə geri dönüş edib bu izahlara diqqətli şəkildə baxırsınız. İndi izah etdiyim test 2022-ci ilin Mart ayında olan qəbul imtahanının sınaqlarıdır. Buradakı dinləməni kanalda link formasında atıram. Siz də həmin linkə daxil olub həmin dinləməni işləyirsiniz. Demək, birinci cavabımız Y cavabıdır. The History of Tea in England. İngiltərədəki çay tarixindəndir. Bilirsiniz ki, İngiltərədə afternoon tea deyilir. Türkiyədə də 5 çay kimi mətnlərdə yəqin ki, rast gəlmisiniz. Həmin mövzu haqqındadır. Burada həmin çayın tarixindən danışır. İkinci testdə cavab B variantı idi. The history of tea has been reflected in nations development in United Kingdom. United Kingdom'da çayın tarixinin millətlərin inkişafındakı təsiri əksi haqqındaydı cümlə. O cümlə düz olmalıydı. Üçüncü testdə cavab olmalıydı D variantı. By the owner of coffee house. Deyir ki, kim tərəfindən satılmışdı? Londonda çayı kim tərəfindən satılmışdı? Olmalıydı kofe evinin sahibi tərəfindən. Dördüncü testdə soruşulur ki, birinci sandviç məşhurlaşdı. Hansı yolla məşhurlaşdı? Yəni necə məşhurlaşdı? Burada cavab açıq formada yazılmalıydı ki, slice of bread, bir dilim çörək, with jam, cem və xiyar var imiş həmin çörək dilimində və bu da olmuşdu ilk sandviç. Bu cümləni yazmalıydınız. 5-ci testdə soruşulur ki, Bedford 7-ci başladı. Nəyə başladı? The fashion of afternoon tea. Afternoon tea başladığını göstərmişdi. İlk dəfə o başlanmışdı. Onu yazmalıydınız və majority isə large olmalıydı. Böyük əksəriyyət mənasında işlənir. Bu bizim dinləmələrimizin suallarıdır. Dinləməni yazmağın ən yaxşı yollarından biri əvvəlcə sualları çox diqqətli şəkildə oxumaqdır. Açıq sualları tamamilə özünüz üçün əzbərləyirsiniz. 5 dəfə onları özünüz üçün təkrar edirsiniz ki, dinləmənin açıq suallarını rahat yaza biləsiniz. Keçən dəfə bir şagird şərh bölməsini yazmış ki, mən 4-cü sualları yaza bilmirəm. 4-cü sualları yazmağın yolu mütləq onu 5 dəfə özün üçün təkrar edirsən ki, mətnin həmin hissəsini, dinləmənin həmin hissəsi deyiləndə artıq onu rahat şəkildə seçə biləsən. Yəni tam onun o yerdə olduğunu bilə biləsən. Əgər birincidə eşitmədinsə, mütləq ikinci təkrarda artıq özün üçün təyin elə, bu başdaydı, ortadaydı, yoxsa axırdaydı. O hissədə full diqqətli şəkildə olmalısınız və bu suallar sizə çox bal verir və bir söz buraxsaz balınız kəsilir deyə ona görə bu suallara çox diqqətli olun. İndi isə gəlin qayda izahlarına baxaq. 7-ci testdə, əvvəlcə onu qeyd edim ki, 7-ci test qəbula düşməmişdi. Bunun əvəzinə qəbulda nida cümləsi testi var idi. Ona görə bu sualı dəyişmişəm. Nida bu testdə nöqtələrdən əvvəl elephants verilir. Bilirik ki, elephants cansız isim kimi təyin olunur. Which, that bağlayıcısız olmalıdır. Qətiyyən isimdən sonra what qoymaq olmaz. Who'dan sonra 100% isim gəlməli idi. Bu da səhvdir. Ona görə cavab olur 1, 3, 4. Cavab oldu A variantı. Digər suallara baxırıq. 8-ci sualda zaman dərsidir. Zaman dərsini tapmaq üçün when-dən sonraya baxırsınız. When-dən sonra indiki sayda, keçmiş sayda olar. Ona görə gələcək zamanları çıxıram. Bəzən də davam edici zamanda ola bilər. İndi uzlaşmalara baxaq. B variantı was və dropped uzlaşma var. B doğrudur. C variantını saxlayaq. Burada uzlaşma var. Y variantında isə dropped-indi. Was isə keçmiş zamanda uzlaşma yoxdur. İndi C variantına çox diqqət edin. Burada deyir ki, Neely fincanı əlindən saldı. Nə zaman ki, o qabları yuyanda. Is washed isə qabları yuyulanda deməkdir. Ona görə bu variant tamamilə yanlışdır. 9-cu test ofla birləşmə əmələ gətirən pronounlardır. Burada mütləq xəbərə baxmalısın. Əgər xəbər cəmdədirsə, bu zaman both, all, some seçmək olmaz. Ona görə some'ları, both'ları çıxırıq. Every ofla birləşmə əmələ gətirmir. Cavab oldu 2, 4, B variantı. 10-cu testdə bağlayıcı qoyuruq və bunu mütləq tərcümə etməliyik. Deyir ki, where were you going to stay? You are in Madrid. Sən Madriddə olanda harda qalmağı planlayırsan? Cavab olur 1, 2, A variantı. 11-ci testdə passive voice soruşur bizdən, bu cümləni passivə çevir. Mother sona getməli idi. A-da və D-da getməyib.
Cümlə scold him isə əvvələ gəlməli idi. Baxırıq öz adlı halda gəlməlidir. B-də də, C-də də, Y-də də gəlib. Scold keçmiş sayda zamanında is scold ola bilməz. Olmalı idi. Was scold cavab oldu. C variantı. Y variantında has yazılıb deyə yanlışdır. 12-ci testdə Əziz Aras adi dərəcə olur. Ona görə cavab oldu A variantı. 13-cü testə baxırıq. Burada choose a line of nouns isim sırasını seçin. A doğrudur. B-də long uzun sifətdir. Foggy dumanlı, C-də sifətdir. Clever sifətdir. Delicious sifətdir deyə bu yanlışdır. 14-cü testə baxırıq. They have been. Bu cümlədə gördüyünüz kimi mübtəda they-dir. 6 ilə başlayırıq cümləni. They have been practicing this dance. Onlar bu deyir dansı məşq edirlər. Since bu dansı məşq edirlər 1-4. Ardıcı da since last week olmalı idi. 2-5. Demək 6-3, sonra 1-4, 2-5. Bu isə variantlarda verilib. B variantında. Mütləq bu tipdə testləri yazanda, daha doğrusu C variantında verilib. B variantında 4-1 yazılıb. C variantı doğrudur. Bu tipdə cümlələri mütləq yazın. Son 2 yer dəyişik olur. Həmin nüansa diqqət edin. Sonra gəldik, baxdıq 15-ci testin izahına. Artikel soruşur, bilirik şəhərlər artikel qoymaq olmaz. İkinci nöqtədə sayılan tək isim var. Artikel qoymaq lazım idi. Cavab oldu D variantı. Uşaqlar kimlər ki sugar yeyirlər, onların dişləri pis olur. Many'dən sonra sayılmayan gəlməz. Few'dan sonra sayılmayan gəlməz. Elotdan sonra ümumiyyətlə isim gəlməz. Cavab oldu D variantı. 17-ci testdə Ted doesn't go in for sports, getmir idmana. Sunday. Ümumiyyətlə harda day görürsünüzsə, Sunday, Monday, holiday bu tipdə sözlərdə day varsa mütləq 10 qoymalıyıq. Visit isə söz önüsüz işlənməlidir. Ona görə cavab oldu B. Bildiyimiz kimi visit feildirsə söz önüsüz işlənir. 18-ci test tərcümə idi. Deyir bizim kartoşkaya, kartofa ehtiyacımız varsa biz green grocer'a getməliyik. A düzdür. B variantında ətə ehtiyacımız varsa grocer'a getməliyik. Xeyr, Bağçaya getməliyik. C-də meyvəyə ehtiyacımız var, bakery gedirik, çörəkçidir ora. D variantında dərmana ehtiyacımız varsa aptekə gedirik, Bağça aptek deyil. B-də ehtiyacımız varsa deyir aptekə gedirik. Bu da yanlışdır. Cavab oldu A variantı. İndi isə baxırıq burada 19-cu testin izahına. 19-cu testdə yenə stories sayılma, daha doğrusu cansız isimdir deyə biz bunu which zət bağlayıcısız təyin edə bilərik. Y variantı yanlışdır. A, B, C, D arasında qalırıq. Bu dərs gördüyünüz kimi OTK-nın son sınaqlarında da düşmüşdü. Ona görə buna bir full diqqət edin bu testlərə. Heç vaxt bu dərslərdə birbaşa xəbər gəlməz. Ona görə D yanlışdır. Huzdan sonra 100% isim gəlməli idi. Ona görə C yanlışdır. Stories cəmdədir və bağlayıcıdan sonra gələn xəbər də cəm olmalı idi. Ona görə B yanlışdır. Cavab oldu A variantı. 20-ci testə baxırıq. Burada artıq biz modal qoymalıyıq, tərcüməyə baxırıq. Deyir, sən xəstəsən, Tom, sən həkimə getməlisən. Ona görə cavab oldu D variantı. A-da deyir, getməməlisən, B-də deyir, getməməlisən, C-də tu yoxdur, Y isə strukturca səhvdir. 21-ci testdə so özündən sonra to-suz feil istəyən feildir. Ona görə cavab oldu A. 22-ci testə baxırıq. Sual cümləsini tapmağın ən asan yolu sual sözdən bölürük. Heç bir sual sözündən sonra birbaşa mübtəda gəlməz. Ona görə A-nı çıxırıq. When-dən sonra birbaşa will bring xəbər gəlməz. Çünki when zaman zərfinə verilən sualdır. Will bring xəbərdirsə ondan öncə mütləq who ya da what gələ bilər. Ona görə isə yanlışdır. D variantı doğrudur. Y-də isə birbaşa mübtəda gəlib deyə səhvdir. Cavab oldu D variantı. Mətnimizə gəldik. Mətnimiz Avstraliyada olan koalalar haqqındadır. Daha doğrusu koakaslar haqqındadır. Avstraliya deyir, maraqlı heyvanların evidir. Onlardan biri də koakalardır. Və bunlar qısa tükləri var, boz grey dəriləri var. Onlar deyir, have little round ears, onların balaca qulaqları, yumru qulaqları, small black, balaca qara da burunları var. Onların əksəriyyəti Rottnest Island'da yaşayırlar Avstraliyada. Bu heyvanlar received deyir, qəbul edir böyük maraq öz unforgettable face-lərinə görə, unudulmaz üzlərinə görə onların ağızları həmişə açıqdır. Onlar put their tongues out of keep them cool. Deyir, sərinləmək üçün dillərini çöldə saxlayırlar. Onların ağız forması onları elə göstərir ki, onlar gülümsüyürlər.
və onlar tanınırlar happiest animal kimi. Koalakaslar keçirirlər öz vaxtlarını sleeping və resting, yataraq və dincələrək keçirirlər. Onlar gecələr aktiv olurlar. Onlar yeyirlər müxtəlif növ yarpaq və bitkilər. Onlar gəzirlər uzun zaman. Bu cümlə baxın bizə lazımdır açıq sualda. Because of their keep fat in their quyruqlarındakı yağa görə. Yağ var deyə, yəni uzun zaman piyada gedə bilirlər. Yağdan istifadə edirlər də qida istəmədən. Koalakasların kenquruların ailəsindəndir və kenqurular kimi onlar da öz balalarını kisələrində saxlayırlar və onlar kimi hoppanırlar. Koalakaslar deyir öz yaşar yerlərini itirirlər insanların çoxalmağına görə və nəticədə deyir onlar sayları enir və onlar qorunurlar hökumət tərəfindən və dünyanın geniş yayılmış foundation tərəfindən. Bu yaxınlarda onlar deyir nəsli kəsilməkdə olan heyvanlar qrupuna listəsinə daxil edildi və onlar hətta icazə verilmir onlara toxunmaq. Ev heyvanı kimi də saxlamaq olmaz onları. 23-cü testdə cavab olmalıdır D. Gülümsəyən heyvanlar. 24-cü testdə cavab olmalıydı A. Baxaq A variantına nələr səhvdir burada. Bizdən səhv soruşulur. Ada deyir ki, burada müxtəlif növ heyvanlar yaşılır demişdi. Koalalar Bozgrey onları məşhur edib dünyada. Xeyr, onların gülümsəməkləri, üzlərinin quruluşu onları məşhur edib. Üçüncüdə deyir ki, onların Rottnestdəki sayları azdır. Xeyr, dedi ki, yetəri qədər var. Dörddə isə deyir onlar gün ərzində yatırlar. Bəli, bunu demişdi. Demək ki, 2, 3 doğrudur. Baxın diqqətlə, həmin yerdə deyir onların əsas əksəriyyəti orada yaşayır. Burada da sizə deyir ki, onların azı orada yaşayır. 3-də sayları az sayda yaşayır. Ona görə səhvdir. 25-ci testdə cavab baxaq. Deyir ki, niyə koalakaslar öz yaşayışlarını itirirlər? İnsanların çoxalmasına görə A variantı doğrudur. B-də deyir ki, onlar protection altında deyirlər. Xeyr, onlar qorunur. C-də deyir ki, onlar zooparkda saxlanır. Xeyr, saxlamağa icazə verilmir. Onlar deqrasiyələr öz yaşadıkları yerdə. Xeyr, buna görə azalmırlar. Bu cümlə deyilmişdi, amma buna görə sayları azalmır. Y variantında isə deyir ki, ev heyvanı kimi insanlar onları saxlamağı xoşlayır. Xeyr, buna icazə yoxdur. 26-cı testə baxırıq. Koalalar və kenqurular ikisi də hoppanmağı sevirlər. Bir doğrudur. Axşam aktiv həyat tərzi keçirirlər. Kenqurular haqqında belə bir söz deməmişdi. Ona görə bu yanlışdır. Koalakaslar haqqında demişdi bunu. Onlar da balalarını kisələrində saxlayır. 1-3. Gülümsəyirlər. Kenqurular gülümsəmirlər. Ona görə bu yanlışdır. Cavab olur 1-3 A variantı. 27-də soruşur ki, onlar quyruqlarındakı yağa görə koalalar, baxın bu cümləni yaza bilərdik. Can walk for a long time. İndi biz burada nəyi dəyişə bilərik? Walk sözünü dəyişə bilərik travel vasitəsilə. Sonra walk sözünü dəyişə bilərik move vasitəsilə, move-a çevirə bilərik. Məsələn, koalakaslar move, hərəkət eləyə bilərlər ya da travel eləyə bilərlər. For a long time, for a long time sözünü də dəyişə bilərik much time. For much time, uzun zaman gəzə bilərlər. For much time. Və başqa nəyi dəyişə bilərik? Without any food. Without-dan sonra any food-u yemək, yəni water, drink-lə dəyişə bilərik water-ı. Başqa food-u da ərzaq nutrition-la dəyişə bilərdiniz. İndi 28-ci testə baxın. Burada bir nüansı sizə çatdırım. Məsələn, ən çox yazılan şərhlərdən biri odur ki, mən iki sözü dəyişə bilmirəm. İki sözü dəyişmək üçün mütləq o sözü cümləni kənara yazın və cümlənin tam mənasını anlamaq çalışın və ona münasib sinonim yazın. Hər şey hər yerdə sinonim deyil. Baxın, bu cümləni diqqətli yadınızda saxlayın. Bəzi söz var ki, bir yerdə sinonimdir, digər yerdə onları sinonim götürmək olmaz. Yazdığınız sinonimi yerinə qoyun və yazılı şəkildə tərcümə edin o cümləni. Əgər tərcüməniz ona uyğun gəldisə, o zaman onu seçə bilərsiniz. 28-də 3-cü abzasda soruşur ki, bizə verilir kiməsə nəyi seçməyə icazə vermək. Bu olmalıydı allow. Görək burada variantımız da var. Yazarkən mütləq to allow yazın. Heç vaxt ora ed artırmayın. 29-da deyir ki, global sözünün sinonimini yazın. Global bilirsiniz dünyəvi, məşhur deməkdir. International da onun sinonimidir, amma bizə mətndən lazımdır. Mətndə isə worldwide verilib. Həmin cümlə onun sinonimidir. Yazırıq worldwide. Mütləq cümlə sözləri köçürərkən hərf səhvinə diqqət edin. Hərf səhvi olsa sizdən bal apara bilər. What do you know about the endangered animals in Azerbaijan? Deyir ki, Azərbaycanda nəsil kəsilmiş heyvanlar haqqında nə bilirsən? Hansıları bilirsən? Məsələn, Azərbaycanda maralların deyilir ki, nəsli kəsilib. Onları qeyd edə bilərsiniz. Yaza bilərsiniz ki, there are many, çox vardır, çoxlu heyvanlar. Many animals var. In Azərbaycan, Azərbaycanda hansı ki zət, hansı ki nəsli kəsilir.
that are endangered. Nəsi kəsilməkdədir yaza bilərsiniz. Onlardan biri də one of them. Onlardan biri də one of them. Gazel'dır. Yaza bilərsiniz bunu. Əgər o an ağlınıza gəlmirsə, bu zaman artıq onlar haqqında ümumi bir cümlə ifadə yazın, amma qətiyyən onları boş buraxmayın. Yaza bilərsiniz ki, baxın, onlardan biri də Gazels'dır. Sonra yaza bilərsiniz we must, biz onları qorumalıyıq. We must protect them. We must protect them. Biz onları qorumalıyıq and mustn't və onları ovlamamalıyıq. Belə bir sadə cümlələrlə də yaza bilərsiniz, amma çalışın ki, bir cümləniz mütləq mürəkkəb cümlə olsun. Məsələn, bizdə birinci cümlə mürəkkəb cümlə idi. Və one of them is Gazels. Burada Gazels izi yazmalıydıq, yazmamışdıq deyə təkrar yazdım. Yazarkən mütləq özünüzə bir kalıplar ayırın və həmin kalıplar əsasında esselərinizi yazın ki, imtahanda düşünmək üçün artıq sizin çox vaxtınız olmur və sizə tam ipucu lazımdır ki, o ipucular əslində daha doğrusu esselərinizi yaza bilərsiniz. Əgər yazdığınız esse varsa şərh bölməsində qeyd edərsiniz. Mən də sizin üçün onlara təxmini bir bal çıxarda bilərəm. Öz ən yaxşı versiyanızı yaratmaq üçün və hər kəsə də kömək olmaq üçün kanalımızı bəyənməyi, abunə olmağı, şərh yazmağı unutmayın və paylaşın ki, hər kəs də bizim challenge'imizdən xəbərdar olsun. Challenge'lər sadəcə sizin özünüzün daha yaxşı versiyanızı yaratmaq üçündür. Hər birinizə təşəkkürlər.